Qızlarım, hamıya təkrardan salam. Mən bu videonu əslində qayıtmışam təzədən. Əvvəlki telefonum Samsung A70-nə çəkirəm. Çünki bunun hafızası boldur. Çünki istifadə etmirəm deyə qəşəng bütün videolar üçün yer var. Təbii ki, o birisi iPhone-un çəkilişindən sonra bu mənə daha çox da niyyətli gəlmir. Amma heç olmamasındansa məncə bu şəkildə davam etməyə qəşəngdir. Onsuz da tutaq ki, mən 3-4 ay sonra planlayıramsa ki, telefonu dəyişib davam eləməyi, amma o vaxt ərzində anılarımı niyə kaybedim ki, düzdür? Onları çəkmək daha doğrudur. Deməli, sizə səhər-səhər qəşəng 2 dənə təmizləmə ipucu deyəcəm. Bir dənə bunu buraya yerləşdirin. Mən təmizləməyi sevirəm, amma nəyini sevirəm? Yəni, pratik təmizləməyi sevirəm, çünki təmiz yerdə yaşamağı çox sevirəm. Yəni, ta ki, mən motive oluram. Səhər oyananda lavabo, nə bilim, duşakabinin camları təmiz olanda, onu elə görəndə xoşuma gəlir. Ona görə də mənim 2 dənə önəmli trükum var. Sizə onları göstərəcəm. Gətirim bura. Hətta qablarını göstərəm. Birincisi nədir? Heç vaxt belə toplu şəkildə ağır bir hamam təmizliyi eləmirəm. Çünki heç buna ehtiyac olmur. Çünki mən kranın çanağı deyək də buna. Kranın çanağını ya hər gecə bütün işləri qutandan sonra yatmaza getməzdən əvvəl, ya da səhər oyananda əl-üzümü yuyandan sonra nə edirəm? Deməli, biz bilirik ki, ən qəşəng təmizləmə onsuz da xlordur, yəni domestos. Onun yanından başqa heç bir şey tam o qədər antibakterial eləmir də. Amma təbii ki, onun jel kıvamı çox yoğundur da. Yəni, həm qoxu olaraq çox yoğundur, həm də ki, onu jel olaraq hansı bir tutaq ki, səmtə tökdünsə, onu sən ya silməlisən, ya nə bilim, əski ilə, dəsmalla, ya nə bilim, durulamalısan falan filan filan. Bunlar eləməmək üçün çox pratik. Belə bir şişə götürürsən, sprey. Amma məsələn, mən bu Trendyolda sifariş eləmişdim sprey. Amma bunun sprey hissəsi çıxdı, qüsurlu çıxdı. Yəni ki, çox da yaxşı sprey vermir. Ona görə də mən bunu buraxdım. Mənim əvvəl belə bir oda koku var idi məndə. Onun qabını götürdüm. Bunun spreyi çox qəşəng idi. Elə buna istifadə elədim. Tutaq ki, burada məhlul hazırlayırıq. Tutaq ki, sırf təmiz domestos yoxdur. Ondan tökürsən, tutaq ki, bu qədər. 3də 2-nə doldurursan, su ilə çalxalayırsan. Çox qəşəng sulu bir şey alınır, məhlul. Həm kokusu yoğun deyil, amma içi, elə bil ki, dozu azaldılmış xlordur da. Və tutaq ki, axşam hər işini qutardın, gedirsən yatmağa. Sadəcə çanağa fısıldadırsan, gedirsən yatağa, içində su da var da. Və ona heç durulamağa falan ehtiyac yoxdur. O səhərə qədər orada antibakterial funksiyasını yerinə yetirir və sən səhər oyandan sonra qoxu yoxdur. Həm içərisində su olduğu üçün zaten axıb gedir və çox qəşəngdir. Bunu hər şey üçün istifadə etmək olar. Alnınıza gələcək hər şey üçün. Yəni, nəyi ki, xlorlayıb, sonra durulayıb, sürtürdünüz falan. Əgər sürtməyə niyə ehtiyac olur? Çünki sən birikdirirsən, bir müddətdən sonra eləyirsən də, yuyursan. Amma pratik olaraq hər gün heç sürtməyə ehtiyac olmur. Bu belə. Bu normal bildiyimiz antibakterial funksiya üçün. Bir də bu su ləkələri falan qalır. Su ləkəsi dediyimiz əslində sadəcə suyun ləkəsi deyil. Orada sabunun köpüklənən nəysə bir şeylə suyun ləkəsi qalır. Yəni ona görə ağ rəngdə qalır da, biraz kirəcləşmiş formada qalır. Onun üçün də mən çox maraqlı bir şey kəşf etmişdim. Deməli, mən bir dəfə makyajımı, üzümü yuyandan sonra pambıqlara salisilik asid tonik istifadə edirəm də. Mən bu məsələ üzümü sürtdüm. Nəsə, bir dənəsinə artıq salisilik asidə batırmışam. Təmiz pambıqdır, sadəcə istifadə etməli deyiləm. Üzümü silib qutarmışam. Və önümdə də şey var da, elə çanağın şeyi var. Açıb bağlama yerimiz var ya. Kranı açıb, suyu açıb bağlayırıq belə. O var. Nəysə, gözümə orada belə su ləkələri göründü. Həmin o istifadə eləmədiyim salisilik asidli pambıqla sildim. Gördüm ki, getdi. Özü çox qəşəng getdi. Sonra
Ama heç düşünmədim də. Belə, yəni sadəcə yadımda qalıb ki, elə bir şey eləmişdim. Sonra bir yerdə oxumuşdum ki, belə bir kloniyet diye bir şey var. Bu da deyir ki, duşakabindir. Yenə harda su ləkəsi falan varsa, onun üstündən keçirdirsən, yəni sonra duruluyursan. Belə durulamasan da olar. Yəni sadəcə asid tərkibli olduğu üçün deyil də duruluyursan. Yoxsa ki, məsələn, təmas etmədiyin bir yerdədirsə qalsın, onsuz da buxarlanıb çıxıb gedir belə. Demək istədiyim nədir? Mən onda aydınlandım ki, mən məsələn əvvəllər bu domestoslu ürünləri, xlorlu ürünləri elə o kireçlər üçün istifadə etməyə çalışırdım. Ta ki, parlatmaq üçün də onu fısıldadırdım ki, bəlkə onun da kireç ləkəsini aparar duşakabini falan. Amma görürəm ki, kireç ləkəsini aparmır. Niyə? Çünki bu xlor aktiv oksigen deməkdir. Sadəcə oksidləşmə eləyir ləkə. Amma kimyaya baxsaq, asidli bir içerik. Hansı ki, mən onu səhvən həm üzümə istifadə etdim, asid istifadə etmişdim. Həm o, həm də bu birbaşa məsələn asidlidir. Bilmirəm, içində yazmışdı deyəsən hansı asid olduğunu. Sulfamik asid yazıbdı. Okey. Məsələn, çox şey var. Asid qarışıqları belə deyəm. Hə. Amma asid neyini? Bizdə məsələn qalan kirəc əslində sabunun falan kirəcidir. Sabun da molekulyar olaraq duz deməkdir əslində. Yəni əsasında qələvi ilə turşunun birləşməsi deməkdir. Və sən ora turşu əlavə eləyəndə onu parçalaya bilirsən, amma aktiv oksigen orada heç nə edə bilmir. O məntiqlə mən artıq beynimdə belə bir mexanizm var. Əgər mən kirəc və yaxud da ki su ləkəsi aparmaq istəyirəmsə, bu asidli bir şey, hətta deyirəm də sizə, o makiyaj təmizləmə toniklərimiz var. Makiyaj təmizləyəndən sonra istifadə edədiyimiz tonik, o asidin qabına da alıb istifadə edə bilərsiniz. Fərqi yoxdur, eyni qiymətə gəlir. Asid o da asid olsun. Asidlə onları eləyirəm. Sırf antibakteriyal olması üçün də bu sprey hazırladım. Ona görə bu iki dənə təmizləyici ilə hər şeyi çox qəşəng təmizləmək olur. Təbii ki, bu hamamla əlaqəli bir şeydir də. Yəni qida şeyləri, qabları falan bunları etmirik. Bir dənə nə edə bilərik? Mətbəxdə tutaq ki, çanaq, ona yenə sən təmizləmək kimi istifadə edirsən, amma tutaq ki, qabda nəsə bir şey qaldı falan, onu təbii ki, istifadə edə bilməzsən. Bir də bu ikisini heç vaxt qarışdırma. Yəni bu asidlə bunları həmişə ayrı-ayrı günlərdə etməyə çalış. Yəni eyni yerə bunları əlavə etmə. Çünki bu aktiv oksigendir, bu da parçalanacaq, asid qələvi qalacaq orada parçalanırsa. Bu ikisi bir-birinə reaksiyaya girsə çox zəhərli bir şey ola bilər. Ona görə də adətən mən Naxçıvanda olanda ev qadınları nə edirdi? Domestosla tuz ruhu deyə bir şey var. Nəsə onları qarışdırırlar və həmin gün zəhərlənib xəstəxanada olurlar. Həqiqətən də heç vaxt təmizləyiciləri bir-birinə qarışdırmaq doğru deyil. Amma çox praktikdir, çox işinizə yarayar deyə düşünürəm. Səhər tezdən gözümü açandan sonra verdiyim bilgi, çünki mən özümdə gözümü açandan sonra üzümü yudum, bundan spreydən vurdum. Gün ərzində bu qəşəng bura təmiz qalacaq. Görürəm ki, necə qəşəng çəkir əslində. Düzdür, onu mən Bəxtiyar da demişdim ki, düzdür, biz məsələn sevirik də, yeniləyirik də, tutaq ki, iPhone 4K çıxarır, nə bilim, 1000 SSD-dən çıxır 2K-ya, 4K-ya, biz bunu istəyirik ki, daha net çəksin kameralarımız, amma müəyyən qədər çox İnsanlar şeyləri 4K şəkil çəkib sonra effekt verir. Effekt verib blur bir görüntü alırlar, yəni. Amma əvvəl əslində kameralarımız hamısı belə yenə bir kaos, növbətdə bir kaos. Mən videonu dayandırmışammış, burada başqa cürdür. Yadımdan çıxıb ki, bazı indi bilmirəm hansı cümlələrim düşdü, hansılar düşmədi. Amma biz bu kamerada saçlarım nə qədər turuncu çıxsa da yenə də yaxşı ki var və mən yaxşı ki video çəkə bilirəm. Çayı qoyacağıq isinməyə. Sonra kahvaltı yeyəcəyik. Gün ən qəşəng saat. Bu günləri mənim əslində bazar günü, süni bazar günüdür. Yəni mən bazar günü tez oyanıram. Çünki bazar günü Bəxtiyarın da evdə olduğu tək gündür və biz deyirkən də çox vaxtımızda da qəşəngdir. Amma qızlarım sizə kahvaltı. Deməli belə bir şeylər, balaca. Burada bal var idi. Azalıb əlavə edəcəm idi. Bu deyəsən qaymaq. Bu pendir. Hamısından bir damcı qoymuşam ki, bu çox da olmasın. Şokolad yağı.
Görünmür. Okey, şokolad yağı. Bir dilim də çörək qoyacağım indi. Bu içində. Gəlin indi bal əlavə edək onda. Bitirmiş. Hə. Mən bazar günləri belə erkən oyanıram. Normalda da digər günlərdə saat 8-də oyanıram. Yəni gec oyanmıram. Amma birinci gün sırf özümə çox yatmağa icazə verirəm. Çünki birinci gün səhər saatlarında hansısa bir aktivitem yoxdur. Digər vaxtlarda ya idmanım olur, ya da ki, rəsm falan filan. İndi mən təzə xəbər olaraq artıq işləməyə də burada anlaşdım bir yerlə. Onlarla bərabər işləyəcəm. Sadəcə məndə onsuz da xəstələr randevu iləndir deyə, yəni mən də yenə də hər gün durub getməyəcəm də. Hansı saatlarda olsa, onlar da möhtəmələn günorta saatlarını yazaram ki, digər aktivitelərə çakışmasınlar. Hə. Ona görə də, yəni birinci günlər mən çox yatıram, 11-də oyanmışam desən, kargo gəldi, kargonun səsindən oyandım. İndi sizə göstərməyə lazımdır, axı mən nə edirəm əlimdə, düzdür. Balı prosto belə boşaldıram bura. Mən əvvəllər kərə yağı ilə, bal yeməyi, çörəklə çox sevirdim, amma axırıncı dəfə nəyi prop eləmişdim? Qaymaq üstünə bal. Necə dadlı olurmuş. Yenə kərə yağına oxşar dad var, amma daha dondurmamısıdır. Çünki süd dadıdır daha baskında, ona görə. Mənim ən sevmədiyim şey əlimin şiriş olmağıdır. Ona görə balı belə almışam, şey oxşayır, qabı yaşam. Amma məsələn, tutaq ki, heç qaba tökməsəz də bunu belə eləyəndə şey olur. Çörəyin üstünə belə eləyirsən, sos kimi də, ketçap, mayonez kimi. Elə rahatdır ki, əlində batmır. Çox qəşəngdir. Mən olsaydım, nəinki çörək, nəinki şey, bir də mən indi məsələn su içəcəm yeməkdən əvvəl, amma bir də belə kefirlər var. Məncə Bakıda da var. Yəni mən çünki içmişəm. Kefiri də səhər tezdən ac qarnına bir stəkan içmək çox qəşəngdir. Mən özdə biraz turş dadı sevirəm. Biraz turş olur da. Kefir ayrana görə daha turş olur. Çünki içində şey var. Bizim mikrofloramızı dəstəkləmək üçün bakteriyalar var. Hə, harada qalmışdım? Mən onlarda bunları heç kahvaltıda yeməzdim böyük ehtimal. Çəkir. Yeməzdim böyük ehtimal və şey yerdim sadəcə. Nədir ona da? Kahve içərdim, hə, əksəriyə. Amma belə bir şey var ki, mən bir dəhşət kilo almışam. Sadəcə mən idmana gedirəm və ümumiyyətlə fikir verirəm ki, kilo verməmişim də. Əvvəlki sənədə olsaydı artıq 1 kilo yarım vermişdi. Əslində kilomu sevirəm, sorunum yoxdur. Amma o biraz məni şaşırtdı ki, niyə görəsən mən bu qədər də aktivəm və sənəm qalxdı. Amma belə kilomda sabitdir. Təbii ki, ola bilər ki, bu mənim normal kilomda və s. Amma mənim, tutaq ki, indi mən 58-əm, 56 falan olduğum vaxt var da. Yəni, çox bir vizual fərq etmir, sadəcə elə bir ağırlığında daha rahat hissedirsən belə. Amma əslində məndə 60 kilo qədər normaldır da. Onu özümə həmişə psixoloji olaraq deyirəm ki, özümü baskı altında hiss etməyim. Amma belə bir şey var ki, mən kilo verdiyim dönəmlərdə aralıqlı oruçla bəsləndiyim üçün vücud müəyyən ac qoymuşam. Çox qəşəng nəticə almışam həqiqətən və ondan sonra artıq etməsəm də mən elə bəslənirdim. Yəni bədənim acımırdı. Buraxmalısan da aralıqlı oruç, normal beslənməlisən, sadəcə az porsiyonlarda. Çünki onda da bədən elə bilir ki, həmişə ac qalır, sanki elə bir qıtlıq dönəmindəymiş kimi hiss edir. Yediyin balaca bir şey də artıq sənə depolayır. Yəni kilo verdiyin bitdisə, artıq sən normal minimal dozlarda, minimal porsiyonlarda yeməlisənmiş əslində. Metabolizman da yoxsa yavaşlayar. Ona görə mən də indi yemək yeyirəm, yəni kahve yox, yemək yeyirəm. Gəlin sizin yerinizdə elə qoyun ki, mən görəsiniz və bərabər söhbət. Əslində yumurta da eləyəcəkdim özümə. Sonra gördüm ki, çörəyin dilimi böyütdürdüm, elə bəsdir məncə. Mənə ancaq yetərli olar ki, həm də bunlar
düşünürəm ki, tutaq ki, mən əgər burada şirniyyatı az yeyirəmsə, səhər şirin bir şeyi, mən artıq gün içində şirin şey ekstra. Amma düşünürəm ki, tutaq ki, bu qaymağın balın içərisindəki mənim tapdığım o şirin dad daha sağlıqlıdır. Nəinki mənim, təbii ki, bunu abartmamaq lazımdır. Yəni, sağlıqsız deyib çox yemək olmaz. Amma nəinki mənim tutaq ki, gedəcəm hazır bir şirniyyat alıb yeyəcəm. Ürəyimdə istəyir açıqda, yəni şirniyyat yeyirəm. Özümü ondan məhrum etmirəm ki, əməşlik etməməliyəm. Amma ona görə də mən soğuk keçən sağlıqlı bir şey yeyim. Qızlar, burada Türkiyədə insanların yemək porsiyonları necə böyükdür. Mən heç vaxt, əgər bir yerə getmişiksə, bir dürüm tərzində və yaxud da dürüm olmasın, normal, nə bilim, burger menyusu falan olsun, nə bilim, normal sofra şeyi olsun da, normal yemək olsun, ev yeməyi tərzi bir şey. Mən heç vaxt o bir porsiyonu tək yeyə bilmərəm də, yəni. Hətta o gün Angelika bizə gəlmişdi, buradakı Rus arkadaşım. Biz İspan dili günü keçirmişdik və dedik ki, ya taco alaq, ya quesadilla alaq, belə bir şey o günün şeyinə uyğun olsun da. İnanırsın, düşündüm ki, mən onu 2 porsiyon olsam bizim üçün çox böyük olacaq. Həqiqətən də bir porsiyon aldıq. Onu heç bitirə bilməmişik tam. Ondan sonra qaldı. Mən onu axşam acında yenə biraz yedim. Sonra o qaldı. Səhərsi gün günorta yeməyində də yedim. Yəni düşünün, o qədər çox böyükdür porsiyonları. Və məsələn burada da xəstəxanalarda, işlətmələrdə falan yemək verirlər, molalarda da. 10 porsiyon normaldır. Amma orada insanlara şey gəlir ki, etiraz edirlər ki, çox balacadır porsiyon, çox azdır, biz doymuruq, həqiqətən də çox yeyirlər. Yəni qız, oğlan fərq etmir, mən çox şaşırıram onda. Yeməyimi yedim, sonra iş səhifəmdə paylaşımlar elədim. Çünki bugün işə getmə günüm deyil, amma paylaşımlar elədim, aktivlik qorunsun deyənə. Hazırlanandan sonra pianino ilə bağlı, dərsimlə bağlı YouTube'dan bir neçə video izləmək istəyirəm. Ondan sonra deyək ki, çıxıb gedərik bərabər. Sonra da pianinodan sonra da biraz gəzərəm, yürüyüş eləyərəm yəqin ki. Belə, hələ ki bunu planlayıram. Paylaşım elədim. Storylər falan paylaşdım. Belə. Əslində burada mənim takipçim çox idi. Sadəcə Eskişehirdən olanları bir neçəsini çıxartmışdım. Kəşke çıxartmazdım, amma daha çox takipçi görünməsi daha yaxşı olardı. Sadəcə onlar çox yazırdılar da. Mən də deyəndə ki, artıq orada deyiləm. Qarışırdı biraz. Yəni bəzən deyirdim, bəzən demirdim. Bir də sizə nə göstərəcəm indi. Dünən baxın. Belə dantellər çəkməyi öyrənmək istəyirəm. İç çamaşırı mağazası açmaq istəyirəm. Gələcəkdə özümün markam olsun, özümə aid olsun. Və yaşa çəkməyə istəyirəm. Onlar başlamaq istəyirəm. Bu başlamışam. Bacım atmışam bu şəkilləri. Sonra belə daha da çəkəcəm. Dantel çəkmək çox xoşuma gəldi bu arada. Bilmirdim bu qədər sevəcəyimi. Çox rahatladıcıdır. Mindala kiməsə mən mindala çəkməyi çox sevən biri deyiləm. Amma rəngləməyi sevən biri deyiləm. Amma dantel şeyləməyi sevdim. Çəkməyi sevdim. Okay, hə, o tepsinin içərisinə şamlar sifariş eləmişəm, tütsülər sifariş eləmişəm, tütsülük sifariş eləmişəm. Onlar gəlsin, onlar hamısını bərabər yerləşdirərik. Bir dənə indi tepsi gəlib özü. Amma qalan şeylər gəlmir. Buna görə hamısını birlikdə göstərəcəm sizə. İndi işığı yandırım. Bu şalvarı əslində çölə geyinmək istəyirəm bugün. Sadəcə bu keten materialına oxşar bir materialdır deyəm. Yuyulanda balacalaşır. Həm də o ayağın yuxarı hissələri dar qalanda mən sevmirəm. İstəyirəm bol qalsın. Yəni əgər şalvar bol şalvardırsa, hər yeri bol qalsın. Bir dəqiqə bunu. Mən sevirəm ki, şalvar bol şalvardırsa, hər yeri bol qalsın. Yəni ki, dardırsa da dar qalsın. Arası bir şey olanda sevmirəm. İndi mən elə oturup ki, məni qəşəng çəksin, həm düzümü görüm. Hə.
hormonlarımızın bizə təsiri o qədər güclüdür ki, özəlliklə həmişə axı bizdə şey olur. Regl dönəmindən öncə, regl dönəmində, elə bir ki başlayanda, bir regl dönəmi qutaranda o hormon dəngəsi tamamilə dəyişir. Demək, əgər sən regl dönəmindən öncəsənsə, onda necə olur? Progesteron, estrogen də yüksək olur. Regl dönəmində progesteron ani olaraq düşür, estrogenin etkisi altında olursan, sonra yavaş-yavaş təzədən bərpa olmağa başlayır regl bitəndən sonra. Belə olduğu üçün də biz özümüzü fərqli hiss edə bilirik. Məsələn, mən həmişə fərq etmişəm ki, regl dönəmi bitəndən sonra mən makiyaj etmək istəmirəm. O qədər özümü bəyənirəm də, üzümü heç deyirəm ki, bu belə qalsın. Heç yoxdur, heç belə qəşəng falan. Elə bir his gəlir adama. Elə hiss edirsən ki, makiyaj etməsən daha yaxşı olar. Belə. Elə sevinirəm ki, limitsiz şəkildə videonu çəkə biləcəm ki, yaddaş sorunum yoxdur. Okey, nədənsə danışarıq. İndi nədən danışaq? Dırnaqlardan danışaq. Məsələn, gedəcəyim pianino dərsinə və müəllimə keçən dəfə demişdi ki, bəs bu dırnaqlar, bizsiz necə olur? Dırnaqlarla çalanda, əslində normalda parmaqların bu yastıqcıqlarını vurmalısan, amma yastıqcıqları dırnaq olanda vura bilmirsən. Əli belə tutursan ki, yastıqcıq dəysin, onda biləyə biraz şey olur, naqruzka olur, onu özüm də fark etdim. Amma ki, mən belə baxanda, yəni əslində həmişə həyatımda dırnağım olacaq da, yəni mən dırnaqlı olan biriyəm, dırnaqlı olmağı sevirəm. Ona görə də mən tutaq qalıb öyrənəndə eləməsəm də, mən bunu həmişə çalmaq istəyirəm də. Yəni, gündəlik həyatımda da özümə pianino almaq istəyirəm gələcək üçün və s. Yəni, dırnağı da həmişə istəyirəm. Yəni, tutaq ki, öyrənəndə kəsdim, amma mən bunu davam etdirəndə də onsuz da dırnağım olacaq. Yəni, bu bir reallıqdır. Ona görə də mən düşündüm ki, kəsməyim, görüm bugün müəlliməyə izah edə biləcəm o qırıq rusçamla. Görək nə olacaq. İzah eləməyə çalışacağım. O Bəxtiyara izah edirəm, demək istədim, başa düşür. Deyirəm, indi gəl, bunu müəllimə izah edək biz o rusça ilə. Amma belə yaxşı anlaşırıq. Keçən dəfə heç lüğət istifadə etmədən qayət rahat anlaşdıq. Müəlliməm Ukraynalıdır. Yaxşı ki, elədim. Çünki niyə? Şey demək olur. Mahnıları falan da elə bil ki, bizim zövqümüzə yaxın olur da, yəni öyrətmək istədiyim mahnılar biz istər-istəməz çox yaxın kültürdən gəlirik deyə. Mahnılardan bir neçə dənəsini mən saxlamışam ki, onu çalmaq istəyirəm. Spotify-da kayd etmişəm. Amma təbii ki, bilmirəm da bunların çətinlik dərəcəsi nədir, müəllimə okey deyəcəkmi, deməyəcəkmi. Amma mən istəyirəm onları çalmaq. Biri nədir onların? Ay qız mahnısı. Beni attın ay qız ateşe. Beni sevdin söyle bəs niyə? Doldur eşkin şərbətini ver içim. Belə bir şey, səhv budur. Neyse, bu mahnını istəyirəm çalım. Onu da fərqli bir türk pianisti ifa edib də, o da çox qəşəng ifa edib. Sırf onun tərzində ifa eləmək istəyirəm, yəni onun akordları ilə falan. Görək müəlliməyə deyəcəm. Əgər sorsaq ki, var mı ağlında bir mahnı? Amma əminəm ki, müəllimə də heç o mahnı eşitməyib. Çünki niyə eşitsin, Azərbaycan mahnısıdır, amma onun üçün maraqlı ola bilər deyə düşünürəm. Başqa nədən danışa bilərik? Gördüyünüz kimi sketch art şeyinə başlamışam. O iç çamaşırları, dantellərdir. Düşünürəm ki, çəkim əlim alışsın ki, o haqda vizyonum olsun. Bir lazım olduğu qədər hakim olmuşam da. Yəni, məsələn, özümü istifadə etmədiyim nəysə bir tərz varsa, nəysə bir şey varsa, onların adlarını bilmirəm. Buna görə də onları öyrənməliyəm. Onları da yavaş-yavaş çəkə-çəkə öyrənmək istəyirəm. Ona görə də düşündüm ki, başlamağım yaxşı olar.
neysə yuxum gəlir. Bir damcı günəş azdır. Mən lens istifadə edirəm bu arada, kontakt lens. O da gözümün önündə olanda bəzən muhtemelen o bizim gözün buynuz qışası nəfəs ala bilmir deyə rahat. Ora oksigen daxil ola bilmir, yuxu gətirir adam. Bir gözün içi qaşınır. Qaşınmaq da yox. Göz qapağı bağlayıb prosto yuxuya getmək istəyirsən, belə bir hiss olur. Variantlarımız. Bugün bronz makyaj eləyib gəl. Mən öz dəri rəngimdən başqa bütün rəng tonallərim var. Çünki hamısı olmaq istəyir. Öz dəri rəngimdə də var. Amma ən az o var bəlkə də. Yəni ən az o qalıbdı. Bu bir tık tündüm. Tündü amma şeydə bronz görünürsən də, yəni məncə qəşəngdir. Sonra onsuz da pudra ilə falan ağ olması gerəkən yerlərə keçirəm deyə sorun olmur. Mən yataq dəsti olaraq və pijama olaraq saten istifadə edirəm gündəlik həyatımda. Çox bəyənirəm. Yəni o satenin mən əvvəl sadəcə balış üzünə elə istifadə edirdim. Ya da bilmirəm, oxumuşdum desin ki, balış üzü faydalıdır istifadə etmək saten. Amma sonra bütün yataq dəsti komple olaraq saten istifadə etməyə başladım. Çox qəşəngdir. Sadəcə onu kim istəyirsə ona önerim nə olacaq? Tutaq ki, saten takım alır. Yataq ölçüsü atıram 1.82-dir. Heç vaxt 1.82-yə almasın onları. Özellikle aşağı çarşaf. Çünki o elastik olmur, saten dartılmır. Yəni mən rezinli istifadə edirəm bir də çarşaf örtüsünü də, nevresim örtüsünü. Onda da rezinli olanda da qıraqlardan elə bir dartıla bilmir də. Normal pambıqdan fərqli odur. Məsələn, biraz böyük alsa daha qəşəng, rahat istifadə edirəm. Mən bunu əvvəl bilmirdim, səhv etmişdim bir parça. Sonra dəyişdim, düzəltdim. Amma satende yatmaq ümumiyyətlə şey var idi. Biz uşaq vaxtı fizikada təcrübə eləyirdik. Tutaq ki, sürtürsən karbon çubuğa, ebonit çubuğa sürtürsən, nə bilim, fərqli də, yəni hər bir material orada fərqli elektrik yükü yaradırdı. Bəzisi neytral olurdu, özünə çəkirdi, bəzisi ikisi bir-birinin tərsinə olub elektromaqnit sahəsi yaradırdı və s. Saten mənə görə alır negativi. Yəni, hətta tam xatırlamıram uşaq vaxtı o təcrübə necə. Orada da məncə ipəyə sürtürdü. Mən yəni yatanda tamamen bədəndən negativin həqiqətən o şeyə keçdiyini hiss edirəm də. Düz indi belə bir şey var ki, nə qədər doğal satendir falan. Yəni gerçək doğal bəlkə də daha yüksək fiyatlara olur. Amma yenə də mən onu nə bilim hiss edirəm. Yəni tam saten olmasa da əslində pamuk saten falan edirlər də, qarışdırırlar, biraz bəlkə sintetik qatırlar, amma mən isə onu hiss edirəm. Video çəkmədiyim bütün vaxtlarda ağlıma 1000 dənə overthink məsələləri gəlir, amma indi gəlmir. Birisinə də danışacaqdım. Yatmaq şeyindən. Mən yatmağı çox sevirəm. Abituriyent falan vaxtlarımda, universitet vaxtlarımda çox az yatmışam. Özümə çox çətinlik eləmişəm ki, yəni işlərimi sanki az yataraq görürdüm. Amma indi elə etmirəm. Yuxum gələn kimi yatıram. Gün ortada yata bilirəm. Bəzən axşamda yatıram və yatmağın mənə yaxşı gəldiyini fark edirəm. Yaxşı hiss etdirir mənə. Oyanıram ki, məsələn, yarım saat yatıram əslində. Amma ikinci bir günə başlayacaq qədər bir enerji ilə oyanıram. Bu haqda hətta bir video izləmişdim də. Başak Kablandan izləmişdim, səhv eləmirəmsə. O da hansı bir kitabdan oxumuşdu ki, bizim əslində yatma tipimiz hamısı bu genetik olaraq bizə ulu babalarımızdan gəlir. Necə gəlir? Tutaq ki, o avcı toplayıcı dövrlərində hərənin bir görevi olub. Baxıb, tutaq ki, biri gedib qarolu çəkib, yəni gözətçilik eləyib, ağacın üstündə dayanıb. Elə bil ki, gecə və yatmayıb ki, ayaq qalıb ki, şey çəksin, növbət çəksin. Bir də gedib yatıb tutaq ki,
və sən hansının nəslindən gəlirsən. Biri tutaq ki, yerdə yatıb, biri ağacda yatıb, belə fərqli-fərqli də hər bir cür yatıb da olub babalarımız görevlərinə görə. Və sən hansının nəslindən gəlirsənsə, o sənin yatmaq şeyini etkiləyirmiş. Hissini etkiləyirmiş və sən gündüz insanı ya da gecə insanı ona görə olursanmış. Çünki obratno elə bil ki, gecə o yatan ulu baban, tutaq ki, səhər ayaq qalırdı. Amma yatmayan, növbət çəkən səhər yatırdı və sən onun nəslindən, onun genotipindən gəlirsənsə, artıq sən də onun kimi gecə insanı olursan. Gecələr işi həll edirsən. Mən uşaq vaxtı gecə insanıydım. Açığı təkcə gecə insanı deyildim. Yəni sadəcə gündüz yetişdirmirdim bütün işlərimi, gecəyə taşırırdım, belə deyək. Məncə tam gecə insanı olmaq o deməkdir ki, səhər ümumiyyətlə dincəlir və gecə işlərini həll edir. Məndə o daha da toksik idi. Yəni həm səhər, həm gecə işləyirdim, yəni oxuyurdum və bu məndə artıq yorucu olurdu da mənim üçün, çox yorucu olurdu. İndi onun mən dəyərini anlayıram ki, vaxtında yatmaq insan necə yaxşı gəlir həqiqətən və yatıram ona görə. Yəni, universitetdə müəyyən kursdan sonra da şey olmuşdu, artıq dərs falan olsa da heç umursamadan yatırdım. Yəni, çox yaxşı gəlirdi və beynim o qədər oyaq olurdu ki, səhər mən gedirdim o dərsi metroda falan yolda gedəndə oxuyurdum, mən yolculuğum uzun olurdu da, 1 saat falan yoluna gedirdim, metro ilə avtobusu falan. O qədər beynim açıq olurdu ki, o məlumatı mən 15-20 dəqiqəyə oxuyub qutarıb beynimə həkk edə bilirdim. Demə, ən önəmli əslində oymuş ki, beynin açıq olsun da. Nəinki sərf elədiyin saatlar. Bəlkə gecə onu anlamaq üçün mən daha çox oyaq qalacaqdım, daha çox oxuyacaqdım, amma nəticə bəlkə də heç eyni belə olmayacaqdı. Güncəlləmə edeyim sizə. Okay. Mandalin yiyirəm, kombinimi göstərim. Burada keçmək olmuş, okey. İspanyol paça, şalvar. Mandalin. Mandalinim var və kefirim var. Bunları yiyəcəm indi, sonra video izləyəcəm, notlarla bağlı, sonra gedəcəm piyanoya. Notlarımı da gətirim. Arkada da Kubano mahnılar gedir. Kubalatın mahnıları gedir. Ben anlamaya çalışıyorum bunları. Bir şeylerin yanlış yazılmasına üzgünüm. Şimdi mesela örnek yapalım. Bu birinci notamız olsun. İkinci notamız boşluğa geliyor. Sonraki yeniden çizgiye, sonraki yeniden boşluğa, çizgi, boşluk, çizgi, boşluk, çizgi, boşluk. Ondan geldi. Bu növbəti gündür bu arada. Bu tərəfdə təmir gedir. Yəqin ki, məndə həftəlik vlog olacaq. Əslində mən əvvəldən günlük çəkirdim. Amma sonra gördüm ki, bəzən elə alınır ki, tutaq ki, səhər çəkirsən, axşam alınmır, günorta çəkirsən, səhər başlatmamısan. Ona görə də belə birləşdirmək daha maraqlı olar deyə düşündüm. Gəlin oturaq. Alışveriş eləmişəm. Migros'tan, ay güneşin tersi oldu. Migros'tan alışveriş eləmişəm. Bir də kargom gəlib. Böyle ehtimal ki, sizə dediyim o şam yandırmaq üçün hazırlayacağım tepsinin kargosudur. Ona görə də düzdür, hər şey yəqin ki gəlməyib hələ, amma gələnləri göstərək bərabər. Yəqin ki bu həftə ərzində tam gəlib qutaracaq. Bu arada səs söndürürəm. Sabun, gül, amber ve sandal aldım. Belə. Ay çok qəşəng qoxur.
Çox bəyəndim. Sabunun qoxusuna oxşuyur, qızıl gülü, amma milin yanında biraz daha ambərimsi qoxu olacaq. Belə qapağı da var. Heç mən bilmirdim qapağı var. Qapağı olanda tuz dolmur içinə. Daha qəşəng görsənir. Sonra açıb yandıranda. Baxın, bu padnos aslında çox balacadır. Böyük də deyil bu stəkan. Baxın, 40 santim, 40 santim belə. Bunun yandırmaq üçün kibrit çöplərimiz gəlib, padnosumuz gəlib və hələ ki bu şamımız gəlib. 2-3 dənə də belə başqa şamlar var. Bir də tütsülük var. O da bura gələcək. Genel belə olacaq. Harda yandırsam, yandırmaq istəsəm, padnosu qoyacam belə. Mən düşünürəm ki, bu evin rənglərinə çox uyğundur. Həm bu stilə uyğundur. Klassik olduğu üçün həm masaya, quruluşda, nə bilim, mən bu barok tərzi tepsi geçiradı, çox qəşəngdir. Mən çox xoşladım, həm uyğun qiymətə idi. Karacadan aldım bu arada. Gördüm ki, son bir ədəd qalıb, tez aldım. Gözləyə bilməzdim, sonra birdən tapmazdım başqa. Mənim kilo vermək kimi bir niyyətim yox idi. Amma müəllimə deyir ki, mən hardasa 56 idim, 57.5 olmuşam. Amma mən düşünürəm ki, mən direkt regldən sonra getdiyim üçün belədir. Və məndən sonra tərəzi bozuldu. Məndən sonra çıxan qızlar da ümumiyyətlə heç nə göstərmədi. Ola bilər ki, nəsə bir hatada ola bilər. Mən onu düşünmək istəyirəm. Deyir ki, sən deyir, kasdan 1 kilogram itirmisən və yağdan 1 kilogram almısan. Belə deyir. Mən bunu əlaqələndirirəm nə ilə? Son zamanlar mən şirniyyat çox yedim. Ümumiyyətlə bura gələndə mən əslində Eskişehirdə o qədər çox şirniyyat yemirdim. Yəni şirniyyat mənim üçün günlük bir şey değildi. Şokolad falan. Ödül olaraq özümə alardım. Amma burada çox yedim. Miqdar olaraq çox yemədim əslində. Yenə az yedim amma sadəcə hər gün yedim. Onda mənim vücudum məncə ona alışmadığı üçün onu yağ olaraq depolamış ola bilər. Sadəcə onu kontrol edəcəm. Bir də mən ən böyük bilirəm, özümü, qüsurumu bilirəm ki, su içmirəm. Su içməyimi artıracam. İndi tez biz bu kombini dəyişək, idman kombinimizi dəyişək, rahat bir şey geyinək. Sonra biraz söhbət eləyərik, həmən dincələrəm. Sonra yemək hazırlayacağam. Belə çox bir dəhşət bir kilo deyil bir kilo. Sadəcə, nə deyirlər, həyəcan siqnalıdır ki, dəyiş də artıq qidalanmağa əvvəlki kimi ol, əvvəlki kimi qayıt. Normal yeməklər hazırlayacağam artıq. Bugün məsələn julien hazırlamaq istəyirəm. Göbələksiz amma. Prosta tavuk və qaymaq. Bunları kombinimi göstereyim. Bir kırmızı platya. Ben böyle platyalara həmişə Rachel paltarı deyirəm. Friends'deki Rachel düz sadə A kesim platya. Kırmızı ruj makyajı eləmək istəyirəm. Görək necə olacaq. Burada duz qabı tütsülüyüm. Sizi salamat tutsun. Bitti bu arada. Bugün tütsülüyüm gələcək. Sifariş vermişəm. Kargo ilə. Ama gəlməyib. Tütsüm daha əvvəl gəlib. Ben dedim ki, niye gözləyim ki? Başlayayım istifadə eləmək. Bugün saat 6'da qızlar çay içməyə gələcəklər. Angelika və Inna. Amma o vaxta qədər mənim eləməli olduğu şeylərim var. Deməli, pianino dərsinin məşqinə getməliyim. Pianino dərsini keçmişəm, amma məşqinə getməmişəm bu həftə. Ona getməliyəm. Ev tapşırıqlarımı orada eləməliyəm. Sonra İspan dil dərsimiz olacaq. Bir də yürüyüş eləyib özümə kaşka almalıyam. Bu görevlərimi eləməliyəm. Görək. Başlayaq. Birinci hələ ayıla bilməmişəm. Gözlərim hələ də bağlanır. Neyse, bu sabah danışmaq şeyində deyiləm. YouTube'dan bir video izləyəcəm. Elə hazırlayacağım. Kakraz Ayka video paylaşıb ona baxacağım. Makyaj edeyim, sonra açım. Sonra bəlkə ilhamlar gələr və danışarıq.
Bura gələrkən sizə Alpinanın əl işlərini göstərirəm. Baxın necə də gözəldir. Bu bir necə deyim belə kafe kimi yer olur. Ev orada qadınlar səhnəyə çıxır. Bir anlasın elə hiss elədim. Belə qəribə tüklü. Qəşəng deyil. Yəni qəşəng deyil dedikdə, bu arada bu çanta ilə kombinlədim. Təkrar deyirəm, o bəlkə ki, hələ çantanı görməmisiniz ya da əvvəldən görmüsünüz, bilmirəm. Amma yazmayın ki, etdi pis eləyirsən. Mövzu nədir? Mövzu odur ki, bilmirəm, kurtkanı ütüləmək olur. Ütüləmək olursa, bəlkə də ütüləsən daha yaxşı görünür. Buralar belə qəribə qırış-qırışdır və bu material şux deyil. İçin tükür qəşəngdir, tökülmür, yox. Qəşəng çanta düzəldiblər. Buna türklər süet deyir deyəsən, bizim dildə nə gedir bilmirəm. Ayağımdakı ayaqqabını, bu uq tərzi ayaqqabı. Ayaqqabını 3 dəqiqədə geyinmişəm, amma artıq ayağım bunun içində pişir. Yəni ayaqqabıya söz ola bilməz, ayaqqabını çox bəyəndim və çox gözlədiyim bir məhsul. TikTok-a ələ keçirmiş bir məhsul. Dedim ki, bu nə maraqlı bir şeydir, gəl yoxlayaq görək. Buna səs yazırsan və o səsi sənin üçün təkrar edir. Şey var idi, yaxşı cəzbədə makbolə keçər. Öncə qırmızı geyinir. Mən bunu dəyişərəm bəlkə playsiyamı, amma hələ ki qalsın. Özünə baxanda kendini kaybeden aslan burcu. Özümə baxanda elə diqqətlə baxıram, elə şey deyirəm. Əslində bunu deyirəm azaldım ki, videolarda çox da belə zoom edib baxmayın da özümə. Evet PPT'ye vermək istəyiblər. Evet başqa kargoya vermək istəyiblər. Sonra Trendyol'a verirlər. Yaxşı ki Trendyol'a verirlər. Çünki o sorğusuz sualsız gətirir, qapıya qoyur, rahat uğraşmır. Elə həyəcə, ay Allah buna bax. Çox qəşəngdir görüm. Niyə ki bu bunu daha? Məni pis göstərsə dolaşsa da bunu. Gör ne geçeydi. Bu göz muncuğundan da bir desən fərqliydi. O qədər tütsülüklərə baxdım. Ancaq o xoşuma gəldi. 2 dənədir. Mən bunu məncə belə eləyərəm. Birini tutaq ki, hamama qoyaram. Orada sabit qalar. Cümada yandırıram. Birini də qoyaram şeyə. Hadi onda padnosunun içine. Okey, orada qalar. Düzdür, belə tükürlər, bəbəş kimi bəliyirlər. Nə geçer bunun rəngi. Nə geçer sən Tükmük var üstündə və Allah'a təmizliyə. Heç bir qoxu yoxdur, onsuz da qoxulu şeyim çoxdur deyənə. Əslində olmaması, yaxşıdır, qarışmasın. Prosta işığı var və işığının rəngi pinkdir. İndi göstərəcəm sizə niyə pinkdir. Bir dənə salata almaq istəyirəm açıq yaşıl. Onu da göstərəcəm niyə, amma hələ ki alma ehtiyac yoxdur. Məncə bayağı yetər qədər şam var. Nosumuz minik. Çox qəşəngdir amma məncə. Yəni mən çox bəyəndim bu detallarını. Okey, 2 dənə belə şam. Şam. Bunlar da yenə qoxusuzdur. Sadəcə görüntüləri, bu alt detallarını bəyəndim. Belə deyək ki, qoyduq. Sonra artıq gəlir qoxulu. Bu şamımız. Bunun qoxusu qızılgüldür. Qızılgül də fərqli növləri var. Bu sırf elə bir ki, biraz gülaba yaxındır. Amma yenə də qəşəngdir məncə. Bəyəndim. Tünd olması və qapaqlı olmasını çox bəyəndim. Buradakı tünd rənglərə uyur bunlar. Buradakı ağ rənglərə uyurlar. Bu da tünd rəngə uyur diye düşündüm. Pink'i de elə ona göre seçtim ki buradaki pink tonlara uyur. Bence bu da geçen göründü. Bir tane de sonuncu şamımız. Bu da gül, beyaz sabun, amber ve sandal ağacı. Bu da yine kokuludur. Yine kapağı var ki toz olmasın diye geçen bu da yaxşı düşündüm. Buradaki şamlar okey. Bu bizim tütsülüğümüz. Bayağı gösterdim. Şimdi net görünmese de canı yanmış kamera netliyir əslində. Belki hiç iPhone'dan eləsəm belə olmaz. Okey. Bu belə tam ağ rəng olduğu için bak tam ortada. Böyle bir şey. Böyle göstersem daha. Ortada. Düzdür mü? Bu da yandırmaq üçün kibrit çöpləri. Altında da belə bir yandırma hissəsi var. Belə boşaldıkça da doldurmaq olar içine.
Bu da məncə qəşəng görünür, zərif görünür. Belə bir padmos. Həmişə bu şam yandırmaq istəsəm. Tütsülüklərim də var. Tütsülərim də var daha doğrusu. Gəlirdi ki, bir şeyləri alıb daşıyanda falan ilk bata düşür, qırılır. Dedim ki, istədiyim yerə taşınaram, sonra nəhayət alarım. Belə əslində şamları çox qoxulu tərcih etmədim ki. Zaten bunların qoxuları çox basqındır. Lotusdur bu. Lotus. Bu meditasyon içeriğini bilmirəm. Layansa markasıdır muhtemelen. Sonra bu sandal ağacıdır. Mən əslində Santa Palo Santa almaq istəyirdim. Amma təsadüfən içində var imiş, mən bilmirdim. Bu Palo Santa'dır. Yəni, məncə qoxusudur da, eynən. Çünki onun özünün... Wow, necə gözəldir. Çox gözəldir. Mən belə. Sonra Rainforest'dir. Bir qoxu. 80 da. Bunun içeriğini de çok merak ederim. Bunun için nəli görəsən, amma yazmıyorlar. Keşke belə yazsalar. Buradan baxsa. İçində nə var? Okey. Ve burada da var ada çayı. O gün bunu yandırmıştım yatmazdan əvvəl. Xəstəydim və gün ortaydı əslində, amma yandırdım və çox rahat yattım. Belə, bunlar. Ona görə də şamları çox kokulu tercih etmədim. Sadəcə qızılgül kokusunu tercih etdim. Əgər istəsəm o qoxu gəlsin deyə. Tütsülərdə zaten bütün qoxular olurdu yəni. İhtiyac görmədim. Gəl indi bilirsən neyinək. Qızlar gələndə axşam yandıracağım, qəşəng vaxt keçirək. Çox qəşəng görünəcək. Hər 5 dənə şam yetər qədər çıxdı. Qoysan, nə bilim, isidər, yandırar, əriyər, tökülər, bizələr olmasın. Hə, bugün Pərşənbədir, ona görə qırmızı ruj və darçınlı kahve günüdür. Aslında belə qəşəng. Ona görə gedək onu kahvemizi eləyək. Birazdan tərtibimizdə başlayacaq. Evi toz soranlamalıyam, başqa heç bir işim yoxdur. Qızlar üçün hamamı sərgiyə saldım. Eləysə də göstərim. Orada pəncərəyə özünə əl qatıb gedək onu bağlayaq. Okey. Pasteli hələ yığmamışam düzdür. Biraz tənbəllik. Amma tənbəllik deyil əslində, buna sıra gəlməyib. Amma eləyəcəyik indi bərabər. Siz neyniyək bərabər? Tütsülüyü yerləşdirəyəm. Burada çöplər var atılmalı. Deməli, bırak düşünürəm qoyalım. Okey, öyle yaraşar. Bura qalsın. Tütsüdə yandırmaq istəyirəm, orada taxaram belə. Sabunluğu doldurdum, buranı qəşəng təmizlədim. Bax, necə parıldayır. Həmin o dediyim şeylə təmizləmişəm. Asitlə. Təmizdim, dəsmalda qəşəng təmiz dəsmal asmışam. Bu arada bizim İspanyada dərsimiz qutardı. Mən indi pianinanın məşqinə getməliyəm. Amma ondan sonra bu arada imtahana hazırlaşıram. Amma net tarix bilmirəm. Yəni necə ildə 2 dəfə olur onsuz da o imtahan. Özümü kasmıram. Çünki hal-hazırda mənim üçün gərəkliliyi %60'dır. Amma onun olması da çox yaxşı bir şeydir deyənə, o imtahanı keçmək mənim üçün çox yaxşı olar deyənə. Yəni gələcəkdə niyə də daha yaxşı olmasın deyənə ona girmək istəyirəm. Tibbi bir imtahandır. Ona görə onu oxumağa başlamışam. Oxuyanda bayağı oxuyuram, yəni axır gedir. Əslində özümə əvvəl 1 saat vaxt qoymuşdum, limit, hər gün oxuyum deyənə. Bəzən olur ki, həqiqətən o qədər çox həvəsli oluram ki, 1 saat başlayıram, sonra davamını gətirirəm. Yəni hətta 2 saat falan. Adətən özüm evdə tək olduğum vaxtlarda daha çox elə bil ki, vaxtım olur və daha çox vaxt ayırıram. Amma hər gün gördüm ki, hər gün alınmır. Amma hər gün özümə xatırladıram. Yəni ki, sən oxusan yaxşı olar. Xatırladıram ki, o mənim beynimin bir köşəsində olsun. Yəni vaxt tapan kimi onsuz oxuyuram, amma özümü kasmıram da. Və çox yaxşı alınır. Müşahidə edirəm ki, ümumiyyətlə tibbin ən çox sevdiyim hissəsi mən məntiqimi kullanı bilirəm. Çünki mən çox duyğusal biriyəm, aşırı. Yəni genel olaraq
ürəyimə və hisslərimə qulaq asan biriyəm. İşimə də yarayır əslində və çox yarayır. Yəni heç bundan şikayətlənmirəm, çünki verdiyim qərarların %90'ını bu şəkildə vermişəm bu yaşıma qədər. Arxa fonda təbii ki, məntiq, təhsil və s. bunlar olur. Yəni onsuz da onlar sən istəməsə də səni yönləndirir. Yəni əgər müəyyən bir tutaq ki, filtrdən keçmisənsə, məntiqi ola biləcək filtrdən o səni istərsiniz yönləndirir. Amma özüm qərar verəndə çalışıram ürəklə verim daha çox. Digər hissəmi də mən düşünürəm ki, məni bəsləyir o hissəmi, yəni məntiqi hissəmi və mən oturub məsələn əzbərləmirəm heç vaxt. Məsələn, nəyisə oxuyuramsa, ondan o bir şeyin məntiqini çıxardıram və bunu çox sevirəm. Məsələn, mən düşünürəm ki, mən dilləri də ona görə sevirəm. Çünki dillərdə necədir? Sən müəyyən qədər əzbərləyirsən, amma tutaq ki, feilləri öyrənirsən, sonra isimləri mən sevirəm ki, bu ismin kökü hardan gəlir, hansı şəkil içindən düzəltmişəm mən bunu. Bunları araşdırmağı sevirəm bir dil öyrənəndə və yaxud da gedirəm o kökün, o sözün etimolojisini öyrənirəm, şeyi öyrənirəm, tutaq ki, kontekstlərdə oxuyanda fərqli mənalarını öyrənirəm, daha nativ olar onu yerli dildə necə öyrənirəm. Məsələn, bayaqları dərsdə mən deyirəm ki, İspanlılar adətən həftənin günlərini idi, günün saatlarını, tutaq ki, sabahın xeyir, günortan xeyir, axşamın xeyir, bunu yemək yeyib yeməməklərinə görə deyirlər. Əgər səhər yeməyi yeyiblərsə, axşam yeməyi yeyiblərsə. Məsələn, bu mənim üçün dilin maraqlı hissəsidir və mən dili həmişə belə öyrənmişəm. Yəni nə dil öyrənirəmsə, onun arxasında yatan o hekayələri öyrənməyi sevirəm. Yəni məntiqlə uzlaşdırmağı, yadda elə saxlamağı. Məsələn, indi növbəti dərsimizdə tələbəmlə bizim mövzumuz əslində şey olacaq da, biz indi keçdik şəkilçilərlə ispan dilində şəkilçilər və sonluqlara görə cinsləri necə müəyyənləşdirəm. O növbəti dərsimizdə ki, luz sözü, işıq sözü la luzdur. Məsələn, qadın cinsindədir. Yəni bu əslində bir istisnadır, amma mən bunu tutaq ki, qadın, işıq saçan varlıq, işıq, bax belə yadda saxlamağı sevirəm. Yəni bir çox sözlər var ki, öyrənəndə də belə yadda saxlayıram. Mənim beynimdə təzə neyron birlikləri yaradır sanki və mən ona görə də nəsə bir şey, təzə bir şey öyrənməyi, təzə bir dil öyrənməyi çox sevirəm. Çünki mənim məntiqi hissəmi doyurur. O demək deyil ki, mən bunu bu dəqiqə qlobal bir şeydə istifadə eləməliyəm, yoxsa yox. Mənə çox düşünürəm ki, kültür qatır və çox fərq edir. Məsələn, rəfiqəm var, hansı ki, rus olan, o ispan dilində bilir. Və onunla bizim söhbətimiz çox fərqli olur. Yəni, bütün öyle bir kültür etkiləyir danışdığın insanları, özünü daha sanki gelib oraları gəzmiş kimi hiss edir. Fərqi yoxdur, bu hər dilə aiddir. Fransız dilində olsun, ispan dilində olsun, ingilis dilinin özü olsun. Yəni məncə, nə bilim, nəsə bir şey öyrənmək məni bu şəkildə bəsləyir. Tip də həmçinin. Tip daha çox təbii ki, məntiq hissəm bəsləyir. Amma bəs niyə məsələn bunu əvvəl etmirdən indi o sualda cavab həm özümə cavablamış olum, həm də sizlər sonra qaçaq gedək pianinoya, çünki bizim saat 3-ə qədər vaxtımız var, icazəniz var. Telefonu tapım tez, şarja qoyum videomu burada çəkərkən. Telefon, okey. Saatımız 13:19'dur, yəni 2-yə qədər bayağı vaxtımız var əslində. İndi tələsməyə ehtiyac yoxdur. Bunu şarja qoyaq və danışaq. Düşünürəm ki, bilmirəm, bu hər kəsdə belə olmaya da bilər, amma məndə necə idi? Mən əslində çox yüksək puanla universitet qazandım. Onu bəlkə də keçən dəfə də demişdim. Yəni yüksək puanla əslində özüm heç gözləmirdim onu. Mən o qədər qorxaq belə şey olmuşam ki də, özgüvənsiz deməzdim, amma o Murphy qanunlarına çox inanırdım ki, mən biraz sakaram, tərsliklər mən peşimi buraxmır. Nə olsun ki, mən imtahana super hazırlaşmışam, tutaq ki, yenə tərslik ola bilər, nəsə bir tərs gedər falan. Mənim məsələn müəlliməm var idi, kimya müəlliməm, o çox savadlı biri idi və imtahana gedib, qəbul imtahanına, həmin an pəncərədən arı girir və arı sancır və düşün, üzünün bir tərəfi şişib bu şəkildə imtahan verib. Yəni, təbii ki, o balı etkiləyəcək, hər şey etkiləyəcək. Yəni, mən biraz
nəsə ona inanırdım ki, nə olsun ki, məndən çox gözləyirlər. Özümü də yandırmamağa çalışırdım ki, yəni heç kəsə çaktırmırdım da. Yəni mən amma o qədər gözləmirdim. Mən məsələn o universitet qəbul imtahanından sonra daha çox özümə inanmışam, daha çox özümü bəlkə də sevmişəm. Yəni afərin, mən deməli bunu edə bilərəm. Düşünmüşəm. Sadəcə bir biologiyadan sadəcə bir səhvim var idi. 692 bal toplamışdım. Təsəvvür elə. Sadəcə bir səhvlə. Nə bilim, çox belə olağanüstü. Hələ indi də mənim özümə elə gəlir. Amma o vaxt çox səsləndirməməli idim. Elə gəlirdi mənə. Çünki təvəzzükar olmalıdır insanın belə. Amma əslində elə deyil. Bax, məsələn, mən fikirləşirəm ki, əvvəlki səhiyyə baxıram, universitetə qəbul olmuşam və sinifdə necə utanacağam, necə şeyəm. Halbuki sən müəllimlərə də bildirməlisən, uşaqlara da bildirməlisən. Məncə bildirməlisən. Yəni, məncə təvəzzükar olmamalısan. O demək deyil, eqolu falan, amma bildirməlisən. Çünki bildirməyəndə də bəzən haqq etmədiyin müameləni görürsən. Məsələn, xatırlayıram ki, bir müəllimimiz var idi, qaldırmışdı məni Azərbaycan dil dərsində, universitetdə və demişdi ki, elə bilirsiniz ki, siz böyük bir şeir, həmsiz TK suallarını əzbərləyib gəlmişsiniz də falan. Lap əzbərləmişik də, tutaq ki, yenə də bunun üçün bir beyin lazımdır ya, yox, tutaq ki. Amma mən bir başımı salmışam aşağı belə heç nə, müəllimə də orada ağzına gələni deyir. Mən də burada elə bir ki, neynəmişəm, oğurluq eləmişəm, o dərəcədə utanıram, belə şey. Amma əslində deyil, sən orada özgüvənli olmalısan. Öfkə dolu yox, amma özgüvənli olmalısan və sən onu bildirməlisən. Bunu niyə dedim? Mən bu başarını əldə etdikdən sonra uzun müddət bu başarı mənə yetərli gəldi. Amma artıq müəyyən yaşa gələndən sonra mən düşünürdüm ki, nə olsun ki, sən bu dərəcədə tutaq ki, təhsil bu şeylə tutaq ki, dərəcə ilə bitirmisən, görsən nə olsun? Yəni sən pul qazanmalısan. Özümü pul qazanmadığım üçün başarısız hiss edirdim. Yəni fərqi yoxdur. Arxa hekayədə, arxa planda sənin nələrin var? Mən fakt hal-hazırda gəlirim olmadığı üçün özümü başarısız və dərhal işləmək istəyirdim. Və təbii ki, bu düşüncə tərzi ilə də mən imtahanlara çox haqqında bilmirdim. Bəlkə də elə belə olmalıymış. Məsələn, mən sonradan imtahanla qazandığım bir ixtisası da işlədim də. Mən anesteziya və reanimasiyada işlədim. Onu məsələn imtahandan keçdim, qutardım, işlədim də. Amma gördüm ki, mənlik deyil xəstəxanada işləmək falan. Və əslində həqiqətən də mən elə bir ixtisas seçdim ki, ona mən sonra imtahana ehtiyacım olmadı da, yəni medikal estetik alanına. Yəni ikisi bir-birinə bağlantılıdır. Yəni təsadüf də mənim istədiyim yerə gətirib çıxartdı, amma yəni mənim xarakterimdə ki, mən artıq işləməliyəm, pul qazanmalıyam. Düzdür, bunlar bir-birinə bağımlı ola bilər. Bəlkə ola bilər ki, mama olmadı deyə mən belə hiss elədim. Yəni sanki mama olmadı və təhlükədə hiss elədim ki, indi bu dəqiqə mən maddi resursumu qutara bilər, tez işləməliyəm. Mən haqq etmirəm imtahana hazırlaşmağı bu qədər. Amma mən bir tərəfdən də deyirəm ki, təhsil var, o həqiqətən üst təhsil. İstər bu magistr olsun, istər puanları yüksək olan, məsələn, həkimlik, hüquqşünaslıq, belə. Bunlar məncə sadəcə zəngin ailələrin həqiqətən də avantajlı uşaqları üçündür. Niyə görə? Çünki illərlə o uşaqlar pul qazana bilmirlər. Yəni 10-11 il oxumalıdır. Buna həm səbir lazımdır, həm də ki, sən maddi resursun o qədər arxa planda olmalıdır ki, həqiqətən sən biraz elə bir ki, keyfi oxuyursan da, yəni oxuyursan, amma səni dəstəkləyir kimsə arxadan. Düzdür, çox şükür ki, mama həmişə varlığında da, özündən sonra da bizim üçün yetəri qədər qoyub maddi resursunu bizi həmişə dəstəkləyib, özü olmasa belə. Amma mən elə bil ki, o məsuliyyəti istəyirəm ki, yox, mən o pul qazanmalıyam ki, özümü başarılı statusda görə bilim. Bu danışdıqlarım əslində heç bir şəkildə nə ego, nə necə deyim, bilmirəm də indi bəlkə birinə baxanda şey gələ bilər, amma mən sırf tam belə səmimi şəkildə deyirəm də. Bilirəm ki, məsələn, kimsə bunu pis yerə yazmayacaq, bir dostuma danışsam, necə danışaram, bax elə. Ona görə də mən dedim ki, mən artıq okey, medikal estetik təhsilimi aldım, tutaq ki, bu da legaldır, mənim diplomum var və mən artıq işləyə bilərəm, niyə işləməyim? Və işləməyə başladım. Çox şükür ki, işlədim, öz pulumu qazanmağın tadını çıxardım, çox yaxşı gəldi mənə. Amma sonra biz taşındıq bir müddətdən sonra və mən dedim ki, artıq bu qədər də vacib deyil də, axır ki, hələ ki, mən bir müddət mola verə bilərəm. Gəmirim, mola verim.
və mən görüm nə edə bilərəm. Məsələn, mən mola verdim. Amma mən bilirəm ki, ümumiyyətlə mən Helen də analiz edəndə mən demişdi ki, onsuz da yəni sən sırf hər şeyi kənara atıb heç bir şey etməməzlik edə bilməzsən də. Yəni bunu demişdi ki, rutinlərlə balanslaşdıra bilərsən. Mən də elə etməyə çalışdım. Yəni hər həftənin hər gününə bir aktivitə qoydum, hansı ki mənə nəsə qatacaq. İstər bu dil mövzusunda olsun, istər bu tutaq ki nəsə bir uşaq vaxt eləmək istədiyim bir şey olsun. Onları elədim, amma gördüm yox, bu okey, qəşəngdir. Və nə yaxşı ki, çox şükür ki, mən bunu maddi olaraq qarşılaya bilirəm. Tutaq ki, hə? İstər partnerimin dəstəyi ilə, istər tutaq ki, özümü, amma bir tərəfdən də mən işləmək istəyirəm, amma bu işləmək maddiyyata görə istəmirəm. İş başa düşdüm. Mən bunu ancaq denəyərək bilə bildim və ona görə də mən dedim ki, okey, mən təkrar işləyəcəm, amma bu dəfə özümü çox yormayacağam. Daha belə köklü bir şey qurmaq istəyirəm özümə. Maddiyyata dayalı deyil də, mənə daha çox sayğı duyulacaq. Məsələn, mən təbii ki, ilk başlayanda hər şeyin özünə olursan axı. Məsələn, ilk başlayanda indi mən işlədiyim yerdə qızlar da elədi. Onu da izah eləyəcəm. Demək, ilk başlayanda həm özünün sosial media menecerin olursan, həm özün fotoqrafın olursan, həm özün hər şeyi olursan da reklam verən o hər şeyi olursan və bu biraz demək ki, işə sayğı, əməyə sayğı verənlər tərəfindən şey olmur. Yenə də onların gözünə dəyərsə, amma bir çox insan tərəfindən bu şey olur da, yəni ki, professionalcasına görünmür deyə. Həm də düşünürəm ki, əsas işə də odaklana bilmirsən, beynin müxtəlif yerlərə fokuslanır. Ona görə də mən dedim ki, bu dəfə daha fərqli eləyəcəm. Okey, olsun, mən qazanc olan hissəm mənə tutaq ki, %60, %70-im qalsın. Özümlə bərabər qız götürəcəm. Onunla İşləyəcəm həm video, həm içerik üretmək üçün, fotoqraf üretmək üçün, yəni fotoqraf üretmək üçün səhifəmə tutaq ki, əvvəl, sonra pasiyent işləm sırasında falan belə şeylər üçün. Nə bilim, həm o məsələn ruscası nativodur da, yəni rusdur. Daha yaxşı anlaşar rus xəstələrlə. Mən ümumiyyətlə burada yabancı insanlarla tanış olandan sonra mənim həyatıma çox yaxşı təsir edir. Yəni istər ingiliscə, istər rusca danışan insanları çox yaxşı təsir edir. Səbəbini bilmirdim, amma onu da öyrəndim. Gəl belə qoyaq danışaq. Deməli, bu yaxınlarda öyrənmişəm ki, bizim yaşadığımız belə kötü olaylar falan, travmalar, yəni travma demək istəmirəm. Yəni drama queenlik kimi yox da. Yəni tutaq ki, təcrübələrinin kötü tərəfləri var. Deyir, bunlar sənin öz ana dilindən bağlantılıdır da. Yəni sən hamısını öz ana dilində yaşamısan. Amma deyir, bax bir dənə test elə. Tutaq ki, sən öz yaşadığın kötü olayları danışmaq istəyirsən birinə ingiliscə və yaxud da yəni öz ana dilin deyil də, rusca, ispanca, nə bilim. Fikir ver, daha belə düz izah eləyəcəksən, daha belə şey duyğu, yəni özünü yıpratmayacaqsan da. Sadəcə olayı danışacaqsan, qutardı getdi, çünki daha az söz bazan var və daha lakonik izah edirsən sanki. Bu həqiqətən də beynimizə elə təsir edir. Yabancı dildə nə qədər çox danışırsan, ətrafında dostların nə qədər çox olsa, sən dedik sanki drama queen dostun olmuş olmur. Düzdür, dostla yaxşı şey, pis şey paylaşmaq okey olar. Amma çox belə ağırlıq, negativ enerji verməmiş olursan və o sənin həyatına da elə dönür. Qəşəng təsir edir. Yəni həyatının pozitiv bir erası olmuş olur. Təbii ki, istisnalar falan olur. Təbii ki, hər birimiz hər gün mutlu, hər gün pozitiv ola bilmərik ki, bu normaldır. Arkadaşlığımız da o şəkildə. Amma genel olaraq, yəni bu məncə doğrudur. Bunu test etdim özümdə. Və ona görə də istəyirəm ki, xəstələrimdə də onu yaşayım. Yabancılarla işləmək istəyirəm. Mənə fərqli bir şey qatsın. İnşallah gələcəkdə bilmirəm, bəlkə bu imtahanı verəndən sonra mənim şansım olacaq ki, turistik doktor olum. Yəni turistik klinikalar var, hansılar ki artıq böyük çaplı rəsmi şəkildə sırf turistləri alırlar və mən bunu istəyirəm. Mən istəyirəm ki, turistik bir doktor olum, yabancılarla işləyim, medikal estetik alanında və yabancılarla işləyim. Bunun üçün də bu imtahanı verməliyəm ki, mənə daha geniş çapa açılma şansım olsun. Ona görə də yəni dedim, o tibbi imtahanı verməliyəm belə. Yəni ki, okey, mən artıq o pul qazanma erasında keçdim. Onun dadına baxdım. Yəni dərs oxumayıb. Dərs oxumayıb deyəndə düzdür, işlədiyim alanı araşdırıram, öyrənirəm. Təbii ki, bunsuz necə olar? Amma bir də var o sırf da teorik dərs. Hansı ki, biraz daha ibtidai qalır da əslində. Dərs oxumayıb işləməyi də elədim. İşləyib dərs oxumağı da elədim.
işləməyib dərs oxumağı da denedim, amma indi artıq mən hər ikisini də sırf keyfim istəyir deyə eləməyi bilirəm artıq. Çox şükür olsun ki, o deyir, hər şey denəyəndən sonra ancaq öz. Yəni kimisə sözünə görə mən heç vaxt məsələn mən işləyirdim və tutaq ki, həmin dövrdə insanlar müxtəlif uzmanlıq alanlarına sınav verirdilər, hansı ki bu imtahan verirsən də, yəni verirsən və uzmanlıq qazanırsan. Mən heç nə özümü qiyaslamırdım, heç də pis olmurdum. Heç pis olmurdum və peşman olmaqdan falan da qorxmurdum ki, mən imtahan. Çünki bu diplom məndə varsa, mən ömrümün sonuna qədər bu imtahanı verə bilərəmsə, mən niyə digər alternativləri denəməyim? Yəni bəlkə mənə heç həyatda ehtiyac olmayacaq, çünki mən o qədər sürpriz şeylərlə rastlaşmışam ki, mənim üçün sürpriz qapılar açılıbdı. Tanımadığım şəhərdə, tanımadığım insanlar arasında birdən-birə hər şey sanki önümə sərilib də, yəni iş ortamından tutmuş, işləmək istədiyim plaza, işləmək istədiyim ofis, nə bilim, çox qəribədir. Yəni mən sadəcə istəmişəm və Tanrı kömək olub və olub. Ona görə mən dedim ki, hər şeyi mən denəməliyəm. Və hal-hazırda məsələn mən artıq işləmişəm, axı tutaq ki, oxuyanda nəsə qaçırmış kimi hiss etmirəm. Sanki zaman gedir, mən qaçırıram, dışarıda insanlar zamanı gedir, mən amma evdə dərs oxuyurammış kimi hiss etmirəm. Amma elə hiss edirdim. Çünki mən artıq 10 ilə aşkın sürədə dərs oxumaq doğru deyil axı. Mən elə düşünürəm. Yəni artıq mən işləməli idim, pul qazanmalı idim, o pulu idarə etməyi öyrənməli idim. Ona görə də çox xoşbəxtəm, çox şükür doluyam. Arada təzə nəsə bir şey başlayanda anksiyetik o şeylər gəlir. Arxa fonda kirli səslər, amma sonra dönüb özümə baxıram, deyim ki, yoxsa idi. Bir də sağ olsun həyatımda olan insanlar ətrafımdakı, məsələn, mənə çox yaxşı təsir edir həqiqətən. Məsələn, bayaqları deyirəm, bunu geymişdim, video baxanda görəcək ki, durmuyor, bəlkə çox qırmızıdır falan. Məsələn, Helin dedi ki, qırmızı rəng sənə çox yaraşır, sənin rəngində. Mən məsələn qırdım o anksiyetimi. Gün ərzində takılacaqdım. Görürsən, çox qırmızı eləmişəm, nə bilim, nə. Ona görə də hər cəhətdən, ətrafımdakı insanlar cəhətdən çox şanslıyam, çox məmnunam. İndi gedək ev tapşırığımızı eləmək üçün pianoya. Sonra gedəcəyik çaşka alacağıq sizlə. Bunun üstündən qara blazer ceket kombinləmək istəyirəm və kalgotka geymək istəyirəm. Kalgotka geymək istəyirəm. Bəli. Görə necə olur, biraz daha şık görünməsi üçün. Çox yaxşı keçir günüm və bir də nə deyəcəydim. Məsələn, mən o şeyi də qırmışam sayəsində tələbələrimin, yəni bundan əvvəlki vaxtda da olan tələbələrim. Məsələn, insan bəzən atıramda yüksək leveldan bir şey bilə bilər, amma aşağı leveldan bir şey bilməyə bilər də. Bu çox normaldır. Mən həmişə nəyisə bilməyəndə də demişəm ki, mən bunu bilmirəm. Amma mən məsələn, nə idi məsələn, tutaq ki, atıram, mən bir-birdən hansısa bir sözü bilə bilərəm. Çünki tutaq ki, İspan dili öyrənəndə mən sırf dili keçmək üçün öyrənmişəm. Yəni bu akademik səviyyə üçün öyrənmişəm. Amma hansısa bir basit bir sözü bilməyə bilərəm. Amma mən bunu qlobal bir şey etmirəm və deyirəm. Deməkdən məsəl utanmıram da, yəni. Amma əsas odur ki, mən həmişə deyirəm də, nəsə bir şey əgər deyirəmsə ki, mən bunu eləmək istəyirəm, sənə öyrətmək istəyirəm ya da tutaq ki, gəl bunu eləyək, orada məsuliyyəti mən tam olaraq götürürəm. Tutaq ki, mən onu düz versiyasını deyənə qədər, axtarıb tapana qədər. Yəni mən nə özümü, nə qarşı tərəfi aldatmağı sevmirəm də. Yəni o məsuliyyəti götürürəm ki, sən məndən heç vaxt yalan, səhv bir şey öyrənməyəcəksən də. Mən sənə düzünü deyəcəm. Və bu düzü ola bilər, mən indi bilmirəm, amma mən öyrənib sənə özüm öyrədib və sən də düzünü deyəcəm. Bu həmişə mən buna əsaslanıram. Çünki insan hər şey bilmək zorunda deyil. Həyatda həmişə elədir. Mən elə düşünürəm. Amma özünə dürüst olmalısan. Yalanmışdan orada üstünü düzəldib nəsə bir səhv bir şey deyib üstünü keçməkdənsə daha özünə və qarşı tərəfə adil olursan. Baxın, bura mənim təzə iş yerimdir. İndi sizə buradan da mən Instagramdan da göstərim səhifələrini. 3 dənə qızdır. Əslində mühəndisdirlər və gözəllik uzmanı sertifikatı alıblar və gözəllik mərkəzi açıblar. Klinik deyə keçir adı. Çünki dietoloq da hizmətləri vardı. Yəni o sağlığa girirdi, yəni. Çox şirin, çox cici qızlardı. Çox yaxşıdılar. Yəni çox yaxşı anlaşmışıq. Təzə açıblar. Hərdəsə 2 həftə olar ya olmaz bir də.
Mən təzə tapdım elə onları. Onsuz da təsadüfən təzə açıldılar və biz təzə tapdıq bir-birimizi. Okay. Deməli, nə yeyəcəyik indi? Hə, sizə şey göstərəcəydim. Ev tapşırığımı. Bu keçib. Onun faydasını yenə sevinirəm. Bu keçən dərsimizdə idi, bu da lazım deyil. Təzə tapşırığımız nədir? Budur. Bunları yazacağıq. Əslində nə edəcəyik də deyim sizə. Bu notlarda mən normalda məntiqlə tapa bilirəm hamısını. Tutaq ki, bu buradan başlayır soldusa, tutaq ki, mən digərlərini sayıb tapa bilirəm. Və yaxud da burada da fa, buradadırsa, burada da fa. Fa buradadırsa, bu tapa bilirəm digərlərini. Amma müəllimə deyir ki, sən artıq bunları əzbər bilməlisən. Yəni görəndə neçənci xəttdə olmağını arxasından bilməlisən ki, bu fadır, soldur, sidi və s. Bunları məşq edəcəyik və onu knopka olaraq pianoda da görməyi bacarmalıyıq. Belə bunun üstündən blazer geyindim və şey xoşuma gəlir ki, blazerlə bu eyni açıda olur. Yəni nə vaxt ki, bildiniz nə, bu yubqada don da burada qutarır, ceket də orada qutarır. Məncə qəşəng oldu, şık oldu. Və əslində arkadaş şey giymək istəyirəm, kabluk giymək istəyirəm, amma bir şey giydim. Qızlar keçən səfər burada bir qonşunu görmüşəm, qızı da. Mən istəyirəm ki, onunla belə əlaqə qurum, nə bilim sıcaq kanlı olun falan. Deyirəm ki, merhaba. İşte biz ikinci katta yaşıyoruz falan falan. Kız benim, sizin yanında o erkek olan kızsız diyorum. Yaxşı da erkek olan. Beni tanımlayan tek cümle olarak onu seçtim. Yani təəssüf. Kızsız geliyor. Dedim o kız. Erkekler olan kız. Okey. Açaq. Bizdə payız ancaq qapının giriş hissəsinə gəlir. Artıq kursuma gəlmişəm. Belə çox rahatdır ki, mən artıq vaxt itirmirəm. Bura. Söylesin. Ha. Okey. Aha, burası sağlığa geçecekti. Fikir ver. Şimdi bakmadan çağıracaksın. Evet. Okey, bitti. Bir de simülatör yükləyim gərək mən evdə də gəlmədən başqa. Amma o hissi yaşamaq istəmirəm ki, simülatördə çalmaq. İstəyirəm gerçək piyanoda çalım. Geç olsa da. Əslində məsələn sabahdan birinci gün dərsim var. İkinci gün 4-də dərsim var. Erkən gün orta gəlib çala bilərəm 12-də falan. Gərək. Saat уже 3'dür. Və mən artıq səhər işlərini çıxarmışım, gəlmişəm Bəxtiyarə görüşməyə, onun molasıdır. Əslində onun molası saat 12-dəydi, amma mənim işim vardı deyə o vaxt görüşmədik. Bitdi pianino və indi gəldim ona görüşməyə, ondan sonra gedəcəm. Kaşka baxacam. Kaşkaları mən keçən dəfə marketdə görmüşdüm, pəmbə və yaşıl. Onları aldım. İndi şirniyyat alacağım bizə, axşam çayını. Buradan alacağım.
нас будет ekleri. Deməli başlayırıq. Ekip arkadaşlarıyla tanışma. 5 puan. Hansı ekip arkadaşları tanıyırsan? Şu, 2 dənə. Sonra çalışma prensiplerini ve kurallarının anlatılması. Meşimal, kılık kıyafet yönetmeliği ve yaka kartı kullanılır. Yaka kartı var. Kılık kıyafet. Yaka kartı. Şey. Çalışma saatleri. Çalışma saatlerin. Sonra hastanenin fiziki yapısı. Hastanenin fiziki yapısı budur. Gördüğünüz gibi. İngilizce uyumlu hesap olunursa, hekim uyum eğitimi formuna göre. Gayet uyumlu. Bu planları da kim verir sana? Üzüm. Evet. Hediye göster. Nereden hediye verirler sana? Aferin. Var eklerlerimiz, bir de elmalı kurabiye. Bunları düzeceğim. İndi soyuducuya koyayım. Bunları yumağa koyacağım. Bir yana bunları da bırak koyacağım. Eşenk soyulsun. Çay da demlemeliyim. Bunu bura attık. Çok şirin görünüyorlar. Pembesine göre almışam. İnşallah da geçen olur. Bunu bura koyduk. Ben şinyatları soyuq sevirəm. Sonra burada çaşkalar. Bunu bəxtiyara aldım. Yaşıl. Hem de bizim evimize uyumludur diye düşünürüm. Yaşıl. Bana ne geçen görsənir. Bunun için ama. Bu biz de bunu içmişəm. Yumağa koyacağım bunu. Bir de kızlarla oturanda benim 2 dənə çay stəkanım var. Göstərim də. 2 dənədir. Bir de burada. Burada. Bunları yumağa koyacağım. Ümumiyyətlə mən set halını almamışam. Haçansı alanda da yine belə vintage 2 dənə fərqli alacağım, amma prosto qərar verə bilməmişəm. Həm də Qara Cuma indirimlərini gözləyirəm deyənə 69 TL-yə 3 manata düşür də belə bir şey aldım. Hələlik. Həm rəngini zaten xoşdurdum mən bunu. Bugün onlarla eşlik etmək üçün də onlar onu da içəcəklər. Mən də bunu da içərəm. Sonra həm də bunu xoşladım ki, içi kimidir, parlaqdır. Emal kimi olanlar qəşəng olmur. Mat olanlar qəşəng olmur. Çay dadlı olmur onun içində. Bunun içində dadlı olacaq amma. Həm də kahve üçün də məncə gələcəkdə düşündüm içərik. Çay üçün olsa da alarıq yəqin ki bununla. 2 dənə də bir dənə alarıq, 4 dənə bəsdir. Sonra da bu mənim qızım. Bacımın hədiyyəsidir mənə. Qutara deyirik ki çay kaynadı. Su kaynadı. Zara kalsın. Çoklu olsun. Wow. Bayağı oldu. Hadi çayı demleyelim. Size bunu göstermiştim. Bu hobisiz nədir? Bilmem, desin demişəm. Mağazalarda təzə geyim qoxusu var ha. Şeydə yox. Mall mağazaları yox. Belə Nərimanovda, nə bilim, butik mağazalar var ya. Yəni marka olmayan. Orada qəşəng mağazaların təzə geyim qoxusu var ya. Точно budur, eyni budur. Lilium. Verin, o da turuvuzu. Bu kombinin aynası. Ayazın eşyalarını hara tökmüsünüz? Seçme ibrik diye bir tane burada var. Bunu ilk gelen kimi Ayaz bunu yaratmıştı. Bu təhlükəsizlik qaydasını. Aferin. Balkondur. Ne geçeydi. Ne Gəncədəsiz hə? Mərkəzindəsiz? Ay Allah, gəzəcəksiniz axşam. Gəzdirmə yeri o qədər yaxşıdır ki, yanaşı. Çəklə bizdən soruşdum. Ay yaz. Kuruya lan paltarından giydirmişsən ona. Ya tıkı peşindeydi. Haz peşinde.